Qəhvəyi mərmər bağacığı aktiv inkişaf fazasına keçdiyindən zərərvericiyə qarşı mübarizənin əhəmiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq məqsədi ilə media nümayəndələrinin iştirakı ilə Xaçmaz rayonunda monitorinq və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbir çərçivəsində əvvəlcə Quba Regional Təlim Mərkəzində media nümayəndələri üçün qəhvəyi mərmər bağacığının biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan və ona qarşı aparılan mübarizə tədbirləri barədə təqdimat olub. Mütəxəssislər tərəfindən bildirilib ki, bu invaziv zərərverici 300-dən artıq bitki növü ilə qidalanaraq onlara ziyan vurur, lakin insan sağlamlığı üçün heç bir təhlükə yaratmır. Daha sonra media nümayəndələrinin iştirakı ilə Xaçmaz rayonunda zərərvericinin yayıldığı ərazilərdə aparılan monitorinq və kimyəvi mübarizə tədbirləri nümayiş etdirilib. Tədbir zamanı qəhvəyi mərmər bağacığının erkən aşkarlanması, yayılmasının qarşısının alınması və ona qarşı tətbiq olunan müasir mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, qəhvəyi mərmər bağacığının təbii düşməni hesab olunan Samray arısının laboratoriya şəraitində çoxaldılması və yayıldığı arealda bioloji mübarizə tədbirlərinin tətbiqi nəzərdə tutulur. Vurğulanıb ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin qışlama dövründə ölkənin 34 rayonunda 20 mindən çox nöqtədə monitorinq aparılıb. 12 rayonda zərərverici aşkarlanaraq mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda qəhvəyi mərmər bağacığı ölkənin 12 rayonunda müşahidə olunur. Zərərvericinin populyasiyasına nəzarət məqsədi ilə ötən il 13 mindən çox feromon tələsi quraşdırılıb. Cari ildə isə bu rəqəmin 20 mini ötməsi planlaşdırılır. Eyni zamanda maarifləndirmə tədbirlərinin artırılması məqsədi ilə cari tədris ili ərzində 12 rayonda yerləşən 67 ümumi təhsil müəssisəsində məlumatlandırıcı görüşlərin keçirildiyi qeyd olunub.